Hər kəsə salamlar, sualım var rubrikasındayıq. Gəlin yeni məktubumuzla davam edək. Salam Aygün xanım, sizin fikirləriniz çox dəyərlidir. Bizə vaxt ayırdığınız üçün təşəkkürlər. 5 il bundan öncə Atam dünyasını dəyişdi. Mənim üçün həyatımdakı ən vacib insan idi və mən emosional olaraq çöküş yaşadım. Anam hay-haray qaldırdı ki, bəs biz necə dolanacağıq? Maddi vəziyyət çox narahat edirdi onu. Halbuki özü işləyirdi və əlavə gəlir yerlərimiz də var idi. Mən sırf anamın ürəyi rahat olsun deyə o depressiv vəziyyətimdə atamın qırxı çıxana kimi şirkətə işə düzəldim. Çox yaxşı maaş verirdilər və mən maaş kartımı anama verdim ki, rahat olsun. Özümə bir qəpik oradan xərcləmirdim. Amma ilk aydan işin mənə uyğun olmadığını görürdüm. Puldan başqa işlə bağlı marağım yox idi. Plus emosional vəziyyətimə görə gücüm çatmırdı. Ağlaya-ağlaya işə gedib gəlirdim, deyirdim mən dözə bilmirəm, çıxmaq istəyirəm. Anam deyirdi, yox, oradan pul gəlir. 5 ay işlədim, gördüm artıq tab gətirə bilmirəm və anam mənim zəhmətimin dəyərini görmür. Bir neçə hadisədən belə nəticə çıxartmışam. İşdən çıxdım. Dedim artıq öz qazancınla dolan, məndən heç nə gözləmə. Üstdən 5 il keçib, müxtəlif işlərdə çalışmışam. Hətta hazırda freelance sevdiyim işləri görürəm. Amma gəlirim stabil deyil və biraz çətinlik yaradır. Hər dəfə anam o şirkətdən çıxmağımı mənim başıma vurur. Hər dəfə bunun üstündə skandal yaşayarıq. Mən o işdən çıxdığıma görə peşman deyiləm. Bunun üçün keçərli səbəblərim var idi. Sadəcə məni incidən anamın bu qədər kor olub mənim o vaxtki vəziyyətimi anlamamasıdır. Mən anam tərəfindən eşidilən və görülən hiss etmirəm. Elə bil bu qadın məni dünyaya gətirməyib. Heç məni başa düşmür. Sanki məni qocalığına dəstək kimi dünyaya gətirib və bu məni çox incidir. Hədsiz aqressivləşirəm ona qarşı. Anamı dəyişməyə çalışmıram, artıq qəbullanmışam. Amma o iş məsələsini hər dəfə başıma vuranda özümü idarə edə bilmirəm. Mənim tək dərdim özümlədir. Necə bu aqressiya ilə işləyim ki, sözləri vecimə olmasın. Biraz uzun oldu. Sadəcə ətraflı məlumat verdim ki, az da olsa vəziyyətimi sizə başa sala bilim. Hər şeyə görə çox sağ olun. Allah rəhmət eləsin. Bilirsiniz, sizin atanız sizin həyatınızda dediyiniz kimi ən vacib insan olub. Bu isə o deməkdir ki, atanız çox güman ki, çox güman ki yox, yəni açıq-aşkar ananızın da sizə vermədiyi emosional dəstək verirdi. Emosional olaraq sizi doldururdu. Əks halda biz o insanları özümüzün həyatında çox vacib sayırıq, hansı ki bizim emosional ehtiyaclarımızı görür və hətta qarşılaya bilir. Atanızın gedişi ilə çox təbii olaraq siz bu ehtiyacların dolması üçün, görülməsi üçün ananıza doğru çevrildiniz. Və burada çətin məqamdır. Ən çox bilmirəm indi sizə bu biraz yüngüllük verər ya yox, ya da zamanla bəlkə yüngüllük gətirər. Amma siz məktubunuzda deyirsiniz ki, mən artıq qəbullanmışam, anamı dəyişməyə çalışmıram. Buna inanıram, amma bilirsiniz bizim bir tərəf var, o uşaq tərəfi. O ölənə kimi valideynindən ona o istədiyi, xəyal etdiyi dəstəyi, təmənnasız sevgini, şərtsiz sevgini verməsini gözləyir. Və sizin o tərəfiniz hansı ki deyir ki, mənə çatmır da, bu insan necə kar və kor ola bilər, necə mənə bunu vermir, necə məni görməyə bilər, elə bil ki, məni indi də istifadə edir, sonra da istifadə edəcək kimi, qocalığında istifadə etmək kimi, bir funksiya kimi mənə dünyaya gətirib. Yəni görürsüz, bir yerlərdə biz onsuz da gözləyirik ki, ay ana, oyan, gör məni, ver mənə ehtiyacım olduqlarını. Yəni bunu bir növ unutmayın, danmayın özünüzdə ki, məntiqli olaraq mən başa düşürəm ki, siz də çox yaxşı anlayırsınız ki, bu dəyişən deyil. Amma o birisi tərəf hansı ki, yenə də baskı edir ki, axı mən istəyirəm, axı mənim ehtiyacım var, atam da getdi, sən yoxsan. Və sizin ananız bunu sizə vermir deyə siz onunla protestə girdiniz. O bir var ya, protestdən acığa bir növ hətta çıxdınız işdən ki, burada da o qəşəng bir cümlə yazmısınız. Öz qazancınla dolan, məndən heç nə gözləmə. Bu bir növ mən bu cümləni tərcümə etsəm, mən deyərəm ki, necə ki mən artıq səndən heç nə gözləmirəm və özümü təmin etməyə çalışacağam emosional olaraq. Sən də artıq maddi olaraq məndən gözləmə, sən də məndən istədiyini almayacaqsan. Mən səndən necə istədiyimi ala bilmirəmsə, onda mən də sən istədiyini verməyəcəm və çıxacam işdən.
Hə, emosional, çöküşünüz var idi. Anlayıram işdə xoşunuza gəlmirdi, depressiv haldaydınız. Haqlısınız da. Təsəvvür edə bilirəm. Yəni mən də valideynlərimi hər ikisini itirmişəm. Bu fazalardan keçmişəm. Acınızı təsəvvür edirəm. Amma bu nöqtəni də bir də əlavə edin ora ki, sizin üçün rəsm daha aydın olsun. Siz ananızın acıq və yəni mən o uşaq tərəfindən var, yox, istəmirəm. Çünki siz orada deyirsiniz ki, anam da mən bu əziyyətlə gedirdim, işləyirdim o halımdan, amma mama dəyərini görmürdü. Mən bir yerlərdə təxmin edirəm ki, əgər mamanız sizə o emosional dəstəyi versəydi və etdiyiniz bir növ o sizin dünyanızda axı o çox böyük bir qurban idi bir növ axı o halınızda özünüzdən keçib ananız üçün bunu eləmək. Ananız onun dəyərini görsəydi, bilsəydi, sizə bəlkə də daha yüngül olardı o işə davam etmək ya da o işə tutunmaq maaşına görə falan filan heç olmasa daha asan olardı. Biraz daha rahat özünüzü ikna eləyərdiniz orada qalmaq ki, ən azı heç olmasa buna görə təşəkkür duyuram. Sonra bir də bu ananızla bağlı bir şey deyim, sonra o birisi məqama keçim. O ki deyirəm ki, siz fərqində olmadan yenə də gözləyirsiniz. Siz deyirsiniz ki, məni başa düşmür. Axı bu qadın necə kar və kor olub, mənim vaxtım və vəziyyətimi anlamır. Mən onun tərəfindən görülən hiss etmirəm. Bilirsiniz, insanlarda valideynlərin çoxsunda əslində keçmiş dövrdə emosional korluq var. Emosional korluq adlı bir termin var. Harda ki, insan özünə bağlı deyil, öz hisslərlə emosional olaraq bağlı deyil və onda bu yoxdursa, o sizə verə bilməzdi. Yəni, bəlkə siz burada siz bir növ demədən deyirsiniz ki, necə yəni, axı anam mənə o vaxt mənə bu emosional dəstəyi vermək istəmədi. Niyə axı indi bunu mənə vermək istəmir? Gəlin istəmir sözünü bacarmır sözünə əvəz edək. O vaxt anam mənə bu emosional dəstəyi verməyi bacarmadı. İndi də məni görməyi, sevməyi, eşitməyi bacarmır. Bəlkə bu sizə kömək eləyər, çünki bizə elə gəlir ki, o istəyir, verə bilər. Yox, verə bilər, amma istəmir. Amma verə bilər. Uşaq tərəfindən biz buna əminik. Amma sadəcə biz anlayanda ki, məsələ deyil ki, istəmir. Bilmir, bacarmır, yoxdur. Əlində alma yoxdursa, o almanı mənə verə bilməz. Bu sizə əlavə kömək olacaqsa, mən özümü də bu misala qata bilərəm. Mən oğluma bir cür ana olmuşam, qızıma başqa cür anayam. Halbuki eyni evlilikdir, eyni yol, uşaq, eyni valideyndən 2 uşaq gəlib, amma mən o vaxt başqa olmuşam emosional olaraq, indi tamamilə başqayam. İndi verdiklərimi o vaxt verə bilmirdim. O vaxt da bacardığımı verirdim və qəsdən uşağımı da incitməmişəm, qəsdən ondan emosional olaraq özümü də uzaqlaşdırmamışam. Amma elə olmuşam o vaxt. Sizin ananız da bunu bilərək etmir. Bəlkə bunu anlamaq sizə birazca o ananızın sizin aranızda olan o məsafəni anlamağa kömək edər və gözləntinizi azaldar uşaq tərəfinizdən. Yəni istəmir də deyil, bacarmır, yoxdur, bilmir, ağlına gəlmir. İnsanlar belə fazadan keçə bilir və elə də ölə bilir. Mən özümü şanslı insan sayıram ki, fərqində oldum və başqa cür həyata davam edirəm, terapiyaya gedirəm falan filan, amma fərqində olmaya da bilərdim. İndi gələk ikinci məqama, son məqama, harda ki siz deyirsiniz, iminə o məqamı deyəndə, o şirkət məsələsini başıma vuranda aqressivləşirəm, partlayıram və o aqressiyaya dözə bilmirəm. Baxın, məsəl üçün, başıma vurmaq sözünü yəni təsəvvür etsəm ki, başa vurmaq necə olur? Bax, çıxdın oradan, bax, gül kimi işin var idi, gül kimi stabil maaşın var idi, indiki işin elə, indiki işin belə. Yəni bu neqativ tərzdə təzyiqdir və sizi dəyərsizləşdirmədir. Mən demirəm, əmin deyiləm ki, bu belədir, amma təxmin edirəm bir yerlərdə ki, sizin içinizdə də belə bir səs var, hansı ki siz fərqində deyilsiniz, hansı ki eyni mamanızın sözləri ilə sizə təzyiq edir. Məsələn, bir var ki, mən burada yazmışam. Məsələn, ananız demədən bəlkə də sizə deyir ki, losersan da, yəni itirdin o işi itirməklə
luzera çevrildin. Və sizin içinizdə də hardasa bir səs var, bəlkə hansı ki deyir sizə. Çünki bir var ki, bax mən şirkətdə işləyən mən, özünüz üçün təyin eləməyə çalışın. Beyninizdə də emosiyaları kənara qoyub. Şirkətdə işləyən mən necə statusa və dəyərə sahib biri idim. Baxmayaraq ki, öz seçiminizdən keçərli səbəblərə görə bunu atmısınız və bir yerlərdə peşman da deyilsiniz. Amma gözünüzdə o siz necə bir yerdə idi və indi bu qəlibdə hal-hazırda freelans işləyən, stabil gəliri olmayan, gah olan, gah olmayan, gah yəni də indiki halınızdakı siz öz gözünüzdə, o ideal mənin gözündə hansı statusda və dəyərdəsiz? Çünki adətən bizim içimizdə o bizə təzyiq edən o aqressiv səs olmayanda, başqa insan nə deyirsə desin, bizə qığılcımlar orada oyana bilər, özəlliklə bu anamızdırsa, amma o qədər də olmur. Yenə özümü qataraq burdan gəlin sizə misal gətirim. Mən Amerikaya gedəndə bir semestr universitetdə oxudum. Eyni magistraturaya girdim, davam elədim. Azərbaycanda bitirdim magistraturanı, İngilis filologiyası üzərində. Və mənim də anam çox qürurlu idi, xoşu gəlirdi. Təsəvvürlərində Bakıya demək ki, o Amerikada mənim qızım oxuyur, professor olacaq falan filan. Sonra mən bir semestrdən atandan sonra bir müddət heç anamdan da gizlətdim ki, atmışam. Çünki deyə bilmirdim ondan sonra da yalandan deyirdim ki, davam eləyəcəm. Amma peşman deyiləm. İndiyə kimi sıfır peşmançılığım var ki, mən o universitetə atdım. Amma çox uzun zaman mən özümə daxilən fərqində olmadan təzyiq göstərirdim. Çünki özümü elə bil ki, baxmayaraq ki, təhsilim var idi, bakalavr da, magistraturada, Bakıda da elə illərlə işləyib köçmüşdüm Amerikaya. Bir yerlərdə məndə o boşluq var idi. Harda ki, mən özümü təzyiq eləyirdim ki, mən çıxdım, mənim statusum yoxdur, professor olmadım, işim yoxdur. Mən axı bir uzun müddət depressiyadan keçdim, bir 2-3 aylıq. Sonra nə bilim, gah tort bişirib satırdım. Sonra coachinga başlayanda, idman coachinginə başlayanda, orada artıq mən nəhayət ki, işləyirdim, çox qəşəng qazancım var idi, statusum var idi öz gözümdə. Onda özümdən əl çəkmişdim. Sonra fitness coachingdən life coachinga keçməmiş olanda orada bir məsafə var idi. Hardan ki o keçid periodum var idi. Orada eyni təzyiqlər başlamışdı. Çünki insan öz gözündə bəlli bir yerdə olmalıdır. Özəlliklə də o vaxtlar bu ideal məndən gələn təzyiqin fərqində deyildim. Siz də çalışın, özünüzdə o tərəfə axtarın. Ta ki mən özümlə rahat olanda fitness coachingimdən, nə bilim, life coachingdən. Mama, yəni rəhmətə gedənə qədər tam ona çatmırdı ki, bu life coaching nədir? Yəni mən coaching nə edirəm? Desəydim ki, məsəl üçün, hə psixoloqum, hə quzum psixoloqdur məsələn də. Amma başqası ona çatmırdı. Amma məni bu artıq sıfır dərəcədə incidirdi. Heç bir şey başa salmaq da istəmirdim. Şey eləmirdim, yəni mama ilişmirdi mənə, heç nə də demirdi, amma görürdüm ki, onun gözündə bunun dəyəri yoxdur. O valideynin gözündə istəyirsən ki, sənin bu işin, etdiyin dəyərli olsun. Onun da gözündə bu yoxdur, amma bu artıq məni incitmirdi. Çünki mən içimdə bilirdim nə edirəm, necəyəm, kiməm və nəyəm və o rahatlıqdan mənim o daxili təsirim azalmışdı. Yəni kim ətrafdan nə deyirdi desin, bu mənə artıq təsir etmirdi. Ona görə mən sizin yerinizdə o tərəfi axtarıb ora baxmağa çalışardım. Bu qədər. Ümid edirəm kömək elədim. Gələn həftə yeni məktubla davam edəcəyəm. Like-la və şərhlərinizlə məni dəstəkləməyi unutmayın.